Ramil Röşən deyir, beləymiş taleyin əmri buyruğu, döşünün altında sevən bir ürək, dilinin altında zəhər tuluğu. Valideynlər istəyir ana, istəyir ata. Analar bəzən çox aqressiv olurlar, daha çox uşaqla zaman keçirdirlər. Zəhrimar, azzar və yaxud atanın o deməsi ki, sən özün öz başına bu boyda olmusan, birbaşa zəhərdir. Birbaşa zəhərdir. Sən bununla nə eləmək istəyirsən axı? Ay ata, ay əziz ata, əlini öpürəm sənin. Uşaq xahiş eləyib. Tərbiyələndirmək istəyirsən uşağı, uşağın başını kəsirsən. Yadından çıxmır o. Sənə qarşı kin saxlayır, aqressiv olur. 10 ildə keçsə də, 20 ildə keçsə də yadından çıxmır. Çünki insan yaxınlarından aldığı o zəhər tuluğunu, travmanı heç vaxt unutmur. İnsan yaddaşı dəhşətli bir fenomendir. Ona görə qətiyyən elə sözlərə ehtiyac yoxdur. Uşaqdır, səhvdə ola bilər, laf səni incitsə də belə, sənin o sözü deməyin heç nəyi dəyişməyəcək. Vəssalam.